Bakıda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum olub. Lent AZ-ın əldə etdiyi məlumata görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində bir-biri ilə əks istiqamətdə hərəkət edən Məlikov Ramin İmambaxış oğlunun idarə etdiyi Lada markalı 90 VM038 dövlət qeydiyyat nişanlı avtomobillə Sultanlı Sultan Rafail oğlunun idarə etdiyi Hyundai markalı 99 CY072 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlər Rüstəmov Hacıalı Adil oğlu və Məlikova Vəsfiyə Yasin qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Hər iki sürücü, həmçinin avtomobillərdə olan digər sərnişinlər Hüseynov Tural Tofiq oğlu, Mirzəyev Adəm Azər oğlu, Məlikov Ramal Ramin oğlu və Qasımov Həsən Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Fakta görə Qaradağ rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.